Bağırsaq xərçəngi əməliyyatından sonra düzgün qidalanma sağalmanın ən vacib hissəsidir. Bəs bağırsaq əməliyyatından sonra qidalanma nə şəkildə olmalıdır? Burada biz əməliyyatdan sonra xəstənin pəhriz rejimlərini mərhələli şəkildə artırırıq. İlkin mərhələdə su, çay, bulyon kimi şəffaf mayelərlə xəstəni qidalandırırıq. Daha sonra qatı maye şəklində xəstəni qidalandırırıq. Bunlara normal blenderdən keçirilmiş sulu yeməklər daxildir və bu da xəstənin protein ehtiyacını artırmaqdan ötürüdür. Daha sonra püre şəklində olan qidalara keçirik. Burada xəstənin həm çeynəməsi daha rahat, həm də həzm prosesini asanlaşdırdığı üçün bu mərhələ çox vacibdir. Ən son mərhələdə isə artıq normal qidalara keçirik və bu mərhələdə də xəstənin az porsiyalarla sıx-sıx qidalanmasını tövsiyə edirik. Hər loxmanı 20-25 dəfə çeynəməyi məsləhət görürük. Qida rasionunda zülallı qidalara üstünlük verməyi, çoxlu su içməyi və aktiv olmayı xəstələrimizə məsləhət görürük. Düzgün qidalanma və aktivlik xəstənin reabilitasiya müddətini qısaldır və sağalmasını sürətləndirir. Cərrahiyyə yalnız əməliyyatla bitmir, əməliyyatdan sonra xəstəni sıx izləmək lazımdır. Düzgün qidalanmaqla xəstənin reabilitasiya müddətini də qısalda bilərik.